Salam, kanalıma xoş gəldiniz. Bugün mən sizə limonlu keks hazırlayacağım. İlk öncə xəmirini hazırlayıram. Bunun üçün bizə lazım olacaq 3 yumurta. 3 yumurtanı biraz belə mikserlə çalıram. Və üzərinə az-az 1 stəkan şəkər tozunu əlavə edirəm və durmadan çalıram. Şəkər tozu əriməlidir. Sonra isə üzərinə 1 stəkan süd, və yarım stəkan duru yağ. Bunları da əlavə edib qarışdırıram.